Qarderobun vəziyyəti hal-hazırda belədir. Deməli, baxın bu şkaf əslində yerdən uzun qalmalıdır. Amma mən bunu vertikal qoydum. Bura plisosları yığacağam. Buradan da polkaları kəsdirdik. Baxın biri buradadır, biri də buradadır. Bunların ikisini də bura indi istəyirəm əlavə eləyim. Bu isə bizim qapımız. Belə bir silməli elədik. Çox qəşəng, tamam. Sadəcə qaldı bir də nə silmək, təmizləmək. Fikir verdinizsə, keçən dəfə ləkələr falan var idi. Temudan belə bir vinil almışdım. Bunu yarım çıxdı təbii ki, balaca bir şey almışdım. Aynanın kənarı üçün, ona görə belə balacadır. Bu tərəfə vurdum, o tərəfə heç ehtiyac da yoxdur. Və üzərindən də baxın bunlar qoyulacaqdır. Polkalar hazırdır. Baxın belə taxdım. 2 ədəd və bir də bunun arxası da var. Yoldaşım onu da kəsdiribdi, hal-hazırda evdə yoxdur. Yəni onu bərkitməmişik. Yoldaşım gəlib özü bərkitəcəkdi. Bir də bunları sifariş etmişdik, kəsildirdik. Belə bir şeydir. Buna altı fikir verirsiniz. Qəşəng görsənməyəcəkdi. Ona görə yoldaşıma dedim ki, əlavə belə bir şeylər də kəsdir. Belə qəşəng səliqəli görsənsin. Hər kəsə salam, kanalıma və yeni gecikmiş videoma xoş gəldiniz. Nəhayət ki, sizin üçün mən durub video çəkə bildim. Nasazlamışdım əzizlərim, ona görə yox idim buralarda. Həm də özümə biraz istirahət vermiş oldum. Nəysə, sonda baxdım ki, sən demə, mən artıq 13 gündən çoxdur ki, video atmıram. Həqiqətən də vaxt elə tez keçdi ki, mən də elə bilirəm, hələ bir 5 gün falan olardı, yəqin ki, video atmıram. Yəqin ki, mən bağışlayarsınız o qədər paylaşmadığıma görə. O gördüm, şoka düşdüm, həqiqətən də vaxt nə tez uçdu. Nəysə, ölmə işəyim, ölmə. Dedim ki, dur ayda, dur get video çək, paylaş. Toxucu üstündən keçib biraz da səni unudacaqlar. 13 gün vlog paylaşmadığımı biləndə elə bil ki, mənə Duracell batareyası qoşdular ki, mən də riski durdum. Dedim ki, gedirəm qaldığım yerdən davam eləməyə, gedirəm vlog çəkməyə. Qaldığım yerdə təbii ki, Qarderob buydu. Elə mən keçən dəfə də demişdim ki, vlog paylaşacağım Qarderobdan. Artıq üstündən neçə gün keçdi və izləyicilərim də yazıldı ki, və səbirsizliklə gözləyəcəkdi o vlogu. Nəysə, səsim bir qəribə gələ bilər sizə, yəni danışığım biraz, beynim biraz tutuqdur. Bayaq vlogda deyirəm ki, bunu gəlib yoldaşım düzəldər, amma çox səbirsizləndim. Onsuz da dedim ki, 13 gündür vlog paylaşmıram. Bir də yoldaşım da gözləmək, yəni gec gələcəkdi. Yəni gec gələndə bir də gördünüz sabaha qaldı da bunu düzəltmək. Ona görə dedim ki, ən yaxşısı budur. Özüm qəşəng eləyim. Niyə də yox? Mebeli tam olaraq yığdım, qəşəng. Baxın, içini də vurdum, gözəl görsəndi. Qaldı sadəcə baxın belə bir yerləri var. Bunları isə bu rəngdə şey satılır, yumru belə mebel üçün. Baxın bundan hardaydı? Deyib baxın burada. Bunlardan alıb belə yavaş-yavaş belə bağlayaram. Bunları əslində istəyərdim çıxardam, belə düz olsun, tam şkafın üstündə olsun, amma ki fikir verirsiniz, baxın bu dəmirin aşağı hissəsində də dəmir var, hansı ki bunu tutur da ki yıxılmasın, aşmasın deyə. Ona görə məcbur onu orada saxlamalı oldum. Buna yer olmadı. Bunu əlavə mama göndərmişdi. Dedim, qalsın da eybi yox, bunu da burada istifadə eləyərəm. Lazım olmasa balkona çıxararam. Burada ramkalar var, hansılar ki istəyirəm rəngli. Məsələn, bunlar belə rəngli, nəsə divardan asmaq istəyirəm. Bunlar bəlkə elə belə saxladım, belə daha qəşəngdir. Nə gözəl bir şey alındı. Həqiqətən də çox qəşəng oldu. İçəridə havalandırma olmadığına görə belə bir detallı elətdirdik ki, içinə hava keçsin. Demək olar ki, axıra qədər elə gedir. Qəşəngdir, amma çox xoşuma gəldi. Həm də qəşəng yaraşdı belə. Son vaxtlar düşünürəm nə haqda kontent çəkim. Əslində bilirəm, nə çəkmək lazımdır. Məsələn, qarışıq vlog, izləyicilərim o tip vloqları sevirlər. Yəni mən də qarışıq vlog çəkməyə çalışıram, amma ki mövzu tapa bilmirəm. Məsələn, bu gün bunu çəkdim də, qarderobu. Sabah nə çəkəcəm? Sabah hansını nədən çəkəcəm? Nə dəyişiklik eləyim? Ancaq təmizlik. Yəni təmizlik nədir? Şaşmır da. Düşünürəm ki, o da bezdirici olacaq. Elə hər vloqda nə isə təmizləyirəm, haralarsa silirəm. Ona görə düşündüm ki, maraqsız olacaqdı. Düşündüm, baxıram xanımlarımızın vloqlarına, yəni qarışıq vloqlar çəkirlər, günlük hara getdilər, nə yedilər, nə aldılar, evdə məsələn oradan-buradan çəkiliş edib paylaşırlar. Maraqlı olur da, etap-etap belə izləmək xoş gəlir. Düşündüm, əgər siz də istəsəniz, yazın mənə, mən də sizin üçün belə qarışıq vloqlar çəkərəm. Bu vlog əslində heç ürəyimcə olmadı. Yəqin ki, siz də bəyənməyəcəksiniz. Yenə də çalışdım ki, nəsə bir şey ərsəyə gətirim. Söz vermişdim ki, qarderob vlogu gələcəkdir. Nəysə, çəkilişimi də bəyənmədim. Səsləndirməmi də bəyənmədim. Yox, əgər siz bəyəndinizsə və mənə dəstək olmaq istəyirsinizsə, sadəcə kanalıma abunə olun və bu vlogumu bəyənin. Nə bilim, gələcəkdə yəqin ki, daha da yaxşı vloqlar çəkib paylaşaram. Sadəcə bu dəfə nədənsə heç mən bəxtim gətirmədi. Çox uzun müddət xəstə düşdüm. Keçib video paylaşdığıma görə də hər birinizdən çox üzr istəyirəm. Bütün polkaları, üstünü də sildim, sonra qarderobun da üstünü sildim. Baxın, buraları belə qəşəng, hər yeri də bildiyiniz qəşəng sildim, tərtəmiz oldu. İndi polkaları hamısını boşaltdım burada. Baxın, o şkafdan boşaltdım, oraları dedim boşaldım. Sortirovkalıyım, baxım görüm nə lazımdır orada qalar. Lazım olmayanları artıq kənara qoyaram. Burada qış kurtkalar var, hansı ki bura yığacağım. Baxın,
lap qış belə qalın kurtkalardır. Oradan yığım, qalanlarını isə belə nazik olanları isə qardıroba yığacağam. Bunları da çıxartdım oradan. Baxın, bəzi ayaqqabılar var ki, hansı var ki, qışda da məsələn, başqa yerdə falan da onları da istəyirəm qardıroba yığışdırım. Bəziləri silinəsidir, təmizlənəsidir. Belə, bir də digər otaqda da var. Baxın, burada da var. Mənim ayaqqabılarım falan da, onları da istəyirəm qardıroba yığım. İndi baxacağım, əgər qəşəng yerləşsə ora, tumçukalara, ora yığacağım, orada qalar. Yox, əgər sığmasa, bərbad görsəniz elə burada qalar. Bu iki kutkanı Temu'dan sifariş etmişəm. Baxın, biri belədir, biri də belədir. Bu da qəşəng görsənirkən indi. İstəsəniz əvvəl mənə sizin linkini ataram. Çox qəşəng. Yanında da sumkası var, çantası var. Baxın, belə bir şeydir. Çox qəşəng görsənir rəyində də. Belə bir şey alındı. Bütün demək olar ki, orqanayzerlər belə sığışdı. Əslində bu ağları istədim bunun üstündən qoyub, amma sığmadı. Çünki burada fikir verirsiniz, bu polkanı tutan şeylər var. Nə deyirlər ona? Bilmədim. Baxın, ona görə ora sığmadı. Mən də düşündüm ki, bunlar onsuz da hündürlüyü gödəkdir bunlardan. Elə bölərəm də üçünü bura, bu üçünü isə keçirərəm ora. Düşünürəm, qəşəng görsəndə. Sərgəli oldu. Deməli, evdə lazım ola biləcək şeylərdir. Burada körxerdir, buxarlı təmizləyici, mənim tikiş maşınımdır. Bir də xalça divan təmizləyən. İstəyirəm buralara qoyum, əlimin altında olsun. Kravatın altındaydı, rahat deyildi da mənə. Məsələn, tikmək lazım olanda bir də kravatı qaldır, onu götür, ərinirdim. Ona görə dedim ki, elə burada əlimin altında olar. Qəşəng düşünürəm, belə çox yaxşı oldu. Buralara istəyirəm üst geyimləri olan, məsələn, vitrovkadır, filandır da, belə jiletkalardır. Baxın, belə bir şeyləri yığmaq istəyirəm.
Ben de belə doldurdum. Düşünürəm oraya yuxarı heç kimə lazım deyil idi. Ona görə pakrivallardı, belə dekorativ poduşkalar falan da onları yığdım. Dedim ki şey orada sərgəl dursun və gələn dəfə istəyirəm buraları bir dənə şey sağalım. Gələn dəfə buraları belə töküşdürmək istəyirəm. Görüm nə var, nə yox. Və düşünürəm bu video hər kəs üçün faydalı olacaqdı. Ona görə diqqətlə qulaq asın. Keçən dəfə xanıma söz vermişdim ki, paylaşacağam. Əslində keçən vlogda paylaşmalıydım, amma ki paylaşmağı unutdum. Deməli bizim bu divarda nəmişlik olurdu. Əvvəlki ev sahiblərindən də qalmışdı. Aboyun altı, bu aboyumuz yoxdur. Əvvəlki ev sahiblərinin aboyunun altından belə kif ləkələri falan var idi və divar buz kimi olurdu. Nəysə biz bir neçə ustalara müraciət etdik ki, bəs bizim divarımız yəni nəmişləyir, su olur falan. Kimisi dedi divarı söküb yenidən divar yığmaq lazımdır. Kimisi dedi ki, üzünü söküb sadəcə şpaklyovka ilə keçmək lazımdır. Nə bilim, dərmanlamaq lazımdır ki, kifi olmasın falan olsun. Biz də fikirləşdik ki, divarı sökmək və yaxud yenidən onu kosmetik remont eləməyin bir mənası yoxdur. Təbii ki, eyni şey olacaqdı. Yəni etapda divar yenə nəmişləyəcəkdi, yeni kif əmələ gələcəkdi falan. Yoldaşım dedi ki, gəl divarımızı xlorlayaq, hardakı kif ləkələri var idi. Nəysə, onu mən xlorladım. Üzərindən aboyu vurduq. Yəni başqa heç bir şey dərman falan eləmədik, nə də suaq keçmədik üzərindən. Birbaşa aboyumuzu yapışdırdıq. Aboyumuzu yapışdırandan sonra gördüm ki, bax məsələn, məhz buralar buz idi. Plus əl vuran kimi də belə su olurdu. Düşündük ki, yenə həmin nəticə əmələ gələcək. Aboyu qopacaqdı. Sonra kif ləkələri əmələ gələcəkdi. Amma sonra yoldaşım dedik ki, gəl belə eləyək. Bu plintusun altından o boşluq ki var, o aralıq yer. Orayı gəl silikonla dolduraq. Yəni silikonla biz orayı doldurduq. Təsəvvür edin ki, bu divarda nə nəmişlik var, nə sulanma var, nə kif əmələ gəldi. Heç bir şeydə, yəni tərtəmiz oldu, heç bir şeydə olmadı yəni. Sadəcə biz arayı doldurduq. Bizim bu divarın arxasında yaşayış yoxdur. Sadəcə blok var, blokun yuxarı bir də aşağı gedən pilləkən var. Havalandırma sistemi qətiyyən yoxdur. Bir dənə qapı açıqdır ki, belə hava elə-belə oynasın, amma havalandırma sistemi falan yoxdur. Ona görə də bizim bu divar nəmişləyirdi və kif falan əmələ gəlirdi. Biz də düşündük ki, belə eləsək daha yaxşı olacaq. Sizlərə də faydalı olacaq. Əgər bizim kimidirsə, divarlarınız buz kimidir, nəmişləyirsə, kif əmələ gəlirsə, o zaman plintusunuzu çıxardın və silikonluyun. Bütün o deşik yerlər ki var, orayı silikonluyun tamam. Yəni divarla polun arasında heç bir şey olmasın, yəni boşluq olmasın. Silikon olsun və üzərindən də belə plintusu vurmuş olarsınız. O zaman divarda nəmişlik falan heç bir şey olmayacaqdır. Kəşke bunu mən şort olaraq çəkərdim, paylaşardım, amma təəssüflər olsun ki, həmin vaxt biz yoldaşımla çox fikirləşirdik ki, bu divarı niyə inəyək? Yəni heç ağlıma gəlmədi ki, etap-etap çəkim, demək olmaz, birdən faydalı bir şey ortaya çıxar, sizlərlə də bölüşərəm. Amma nəysə, tarix geçdi. Burada dedim, siz də bildiyiniz insanlara, bəlkə də kiminsə usta qohumları falan olar, məsələn, usta qohumunuz falan da varsa, onlara da deyə bilərsiniz, buyura bilərsiniz. Çünki baxırıq, çox ustalar heç bunu bilmirlər. Biz özümüzdən onu kəşf elədik ki, arasında dolduraq. Yəni, ustalar bizə ancaq divarı sökməyi, nə bilim, divarı yenidən yığmağı təklif etdilər. Nəysə, düşünürəm bu da sizə burada biraz faydalı bir şey olmuş oldu. Bütün tanışlarınıza, nə bilim, kimlərdə belə bir problem var, buyura bilərsiniz, deyə bilərsiniz, faydalı olsun. Daha az divarlı nəmişli